Salam əziz dostlar. Bugün sizə təqdim etmək istədiyim mənim sevimli xəstə qrupumdur. 70 yaşında bir anamızdır. Tam 3 il əvvəl bağırsaq xəstəliyi və eyni zamanda bu xəstəliyin qaraciyəri zədələməsi ilə diaqnozu qoyulub və aparılan çox uğurlu müalicələr nəticəsində hər şey çox yaxşı gedib. Standart müalicələr bitəndən sonra bu qrup xəstələrə oral tablet, ağızdan qəbul edilən tablet şəklində bir qoruyucu müalicə yazılır. Bəzən xəstələr həkimə sual verir ki, doktor, bu dərmanı nə qədər atmalıyam? Çoxmu davam edəcəm? Onlar da yorulur, həkim də yorulur. Arada bir fasilə vermək istəyirlər. O fasilə verildiyi 2 ildən sonraki periodda xəstəmizdə qaraciyərdəki ocaq yenidən aktivləşməyə başladı. Bunu birbaşa tableti kəsməklə bağlayırıqmı? Yox, əslində şişin xüsusiyyəti dəyişdi. Amma bəzən sizə qoruyucu müalicə tövsiyə olunursa, bunun önəmi var və bunu daha uzun müddət lazımdırsa, daha uzun müddət mütləq qəbul etməliyik. Bu xəstəmizdə qaraciyərdə aktivləşən ocağa yenidən ölçüsü balaca idi, başqa heç bir yerimizdə problem yox idi deyə çox dəyərli dostumuz, invaziv radioloq Nicat Alışovun köməyi ilə həmin törəməyə lokal, yerli bir müalicə, müdaxilə edildi və çox uğurlu da nəticəsi oldu. Hal-hazırda qaraciyərdə törəmə izlənmir. Lakin biz riskə almamaq üçün bu prosedurdan sonra qoruyucu 4 kurs, 3 aylıq bir dərman müalicəsi planladıq. Xəstəmiz də razıdır. Zaten ailəsi də hər şeyin fərqindədir. Heç söz eləmədilər ki, 70 yaşlı xəstə müalicəmi alar, ona dərman çətinmi olar? Çünki onlar həkiminə güvənir. Siz də bütün hallarda sağlamlığınızı qoruyun. Xəstələndiyiniz halda isə mütləq həkiminizə güvənin.